Bakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri eləmiş taksi sürücüsü inzibati məsuliyyətə cəlb olunub. Hadisə Nəsimi rayon ərazisində baş verib. Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinə müraciət edən şikayətçi Bolt tətbiqi vasitəsilə çağırdığı taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər elədiyini deyib. Şikayətlə bağlı araşdırmalar aparılıb və YB Dövlət Qeydiyyatı serialı avtomobilin 1976-cı il təvəllüdlü sürücüsü Məhərrəmov saxlanılıb. Qeyd eləyək ki, burada ad və soyadlar şərtidir. Onun barəsində inzibati protokol tərtib olunub və Nəsimi rayon məhkəməsinə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs sərnişinlə yolda söhbət elədiyini, ona spirtsiz içki təklif elədiyini, lakin əxlaqsız təkliflər eləmədiyini deyib. Şirkətə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. Hadisə günü saat 14 radələrində Port Bakı istiqamətindən Vaqif prospekti istiqamətinə sifariş qəbul elədim. Xanım sərnişin arxa oturacaqda əyləşdi, ondan hara gedəcəyini soruşdum. Rus dilində gedəcəyi ünvanı dedi, daha sonra adını soruşdum, adının Yana olduğunu bildirdi. Ona rus dilində nə gözəl adı olduğunu dedim. Daha sonra həmin xanım su istədiyini bildirərək marketdə saxlamağı xahiş elədi. Avtomobildə olan Bizon adlı spirtsiz içkini təklif eləsəm də xanım adi su istədiyini bildirdi. Yaxınlıqdakı marketdə avtomobili saxladım, özü düşərək su alıb qayıtdı. Sifariş verilmiş ünvana çatdıqda xanım borcunun nə qədər olduğunu soruşdu. Ona ödənişin kartla olduğunu bildirdim, lakin hər hansı bir əxlaqsız təklif eləməmişəm. Polisə dəvət olunarkən çox əsəbi olduğum üçün səs tonumu yüksəltmişəm, əlavə ifadələrdən istifadə eləmişəm. Buna görə polis əməkdaşlarından üzr istəyirəm. Şikayətçi tərəf məhkəməyə gəlmədiyindən onun ərizəsi araşdırılıb. Məhkəmə 49 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib.